Sizə intibah dövrünün mütəfəkkiri Niccolo Machiavellinin effektiv həqiqət anlayışından danışmaq istəyirəm. 15-16-cı əsrlərdə yaşamış Renessans dövrünün mütəfəkkirlərindən biri Niccolo Machiavelli öz hökmdar əsərində yazırdı. Hər kəs sənin necə göründüyünü görür, amma həqiqətən kim olduğunu çox az adam bilir. İnsan çox vaxt gənc olanda onu narahat edən əsas məsələlərdən biri digər insanların, xüsusilə də böyüklərin olmadıkları kimi davranmaları, yəni özlərini saxta aparmalarıdır. Uşaq, yeniyetmə ya gənc olanda insan bunu dərhal hiss eləyir. Yəni görürsən ki, digər insanlar sanki rola girirlər, öz həqiqi simalarını gizlədirlər. Machiavelli isə insanların üzündəki həmin maskanı birbaşa qopardıb atır. Misal üçün o, İtaliyanın böyük xristian fiqurları, papalar haqqında onlar sanki mafiya başçılarıymış kimi yazırdı. Onları güc uğrunda mübarizə aparan insanlar kimi təqdim edirdi. Machiavellinin irəli sürdüyü bir anlayış var. Effektiv həqiqət. Effektiv həqiqət odur ki, insanın kim olduğu onun öz haqqında dediklərində deyil. Papa deyə bilər ki, mən xristianlığın nümayəndəsiyəm, amma bu sözlərin heç bir əhəmiyyəti yoxdur. İnsanlara onların elədiklərinə baxaraq qiymət vermək lazımdır. Çünki onların hərəkətləri əslində kim olduqlarının, nə istədiklərinin və nə etdiklərinin real həqiqətini üzə çıxarır. Misal üçün, həmin dövrdə Papa 6-cı Aleksandr o tarixdə burjua və çox qəddar papa kimi qalmışdı. O İtaliyanı fəth eləməyə çalışırdı, Vatikan imperiyasını qurmağa çalışırdı. Onun da həqiqəti məhz bundaydı. Ona görə də insanların dediklərinə yox, elədiklərinə baxıb real davranışlarını analiz etmək lazımdır. Biz bu gün düşünürük ki, insanın kifayət qədər realist baxışları var, amma təsəvvür edin ki, Machiavelli bunu o dövrdə yazırdı. Yəni belə fikirlər həmin dövrdə insanların həbsinə belə səbəb ola bilirdi. Yəni bu cür pərdənin arxasını görmə bacarığı onun 500 il sonra da onun əsərlərinin oxunmasının əsas səbəbidir. Tarixdə bir çox böyük lider Machiavellini oxuyub və onun fikirlərinin təsiri altına düşüb. Çünki o insan təbiətinə aydın işıqda baxmağı bacarırdı. Machiavelli bizə öyrədir ki, insanları sözlərinə görə deyil, əməllərinə görə oxuya bildiyimiz vaxt daha sərbəst, həm də daha güclü oluruq.